Deyirlər ailə müqəddəsdir. Əla. Amma bu müqəddəs ailədə niyə heç kim heç kimə hörmət etmir? Qadın susur, kişi uzaqlaşır, uşaqsa qorxudan nə edəcəyini bilmir. Müqəddəslik beləmi olur? Deyimmi niyə? Yaxın oturun. Rayət İmam Əliyev vətəndaş mövqeyimlə qarşınızdayım. Çünki Azərbaycanda ailələr yalan, saxtakarlıq, mənfəət üzərində qurulur. Əsl məhəbbət üzərində qurulan saf sevgi təməli ilə ucalan ailələr son zamanlar yox kimidir. Oğul evləndirən çörəyi niyə başqasına yedirdim ki? Özümünkü yesin deyib qohum tanışdan qız alır. Qız ərə verən oğlanın evi, maşını, bağı varmı? Qızımı az yalavac birinə niyə verim ki, sabah gəlib mənim evimə də pay olsun, şəri olsun anlayışında? Oğlan nişanlısının figurasına, iş və nazına baxıb, gələcək ailə məsuliyyətindən çox toydan bir neçə gün sonra baş tutacaq bal ayının keyfini düşünür. Qız ilk növbədə yaraşıqlı nişanlısını nümayiş etdirib, rəfiqələrinə göz dağı verməyi planlaşdırır. Klassik təfəkkürlülər də şərt qoyur ki, mən mobil telefonu olmayan qız almalıyam. Belə bir qız olmadığı üçün də həmin oğlan yaşı ötdükdən sonra məcburən evdə qalmış ya dul birini alır. Nəysə, uzun mövzudur bu. Sonra başqa yalan, əsl şou başlayır, elçilik. Əslində arvadların düzüb qoşduğu hər şeyin hazır olduğu yerdə ağsaqqal tamaşası. Havadan, günəşdən, suyun, qazın tez-tez kəsilmə söhbətlərindən sonra güya mətləbə keçirlər. Sizdə bir gül var, bizdə bülbül. Bizdəki bülbül sizdəki gülə qonmaq istəyir. Qız ağsaqqalı da güya azacıq fikirləşir və deyir ki, qız nə desə odur. Dünən liftdə oğlan öpüşündən xumarlanan qızın dodaqlarından isə namuslu kəlmələr çıxır. Ağsaqqalların nə desə o da olacaq. Güya ağsaqqal yox desə bu iş alınmayacaq. Ağsaqqal da düzülüb qoşulmuş bu senaride özünü müsbət obrazda canlandırmaq üçün ucadan deyir. Şirin çaylar gəlsin, urra, ay oğul, xoşbəxt olun. Ay qızım, qaynata və qaynana qulluğunda dur, ha, hara ay həşir. Qız atası şəslə, aqilcəsinə, qızım, getdiyim bu evdən ancaq tabutun qayda bilər. Sanki sabah problem çıxanda, ay qız, adam tapanmadın, bu düdüyə niyə ərə getmirsən deməyəcək. Elçilər gedən kimi ana nəsihət başlayır. Ay qızım, evlənəndən sonra çalış qaynata qaynananla qalma, ha. Bir yolunu tap sizə ya başqa ev alsınlar, ya da evi hədiyyə etdir özünə. Sabah boşanarsınız, edərsiniz, heç olmasa evdən sənə bir şey çatsın. Sonra toy şovusu başlayır. Gəlin köçən qızı ata xeyir duasından sonra qız yalancı gözyaşlarına boğulur. Fikir vermişəm, əksər gözyaşlarına boğulanlar 2 aydan sonra ata evinə qayıdıb gözdağına çevrilirlər. Toy yiyəsinin, bəyləcəlinin gələcək həyatları umurlarında deyil. Toy boyu nigarançılıqdan, görəsən toyun pulu yığılacaqmı? Qonaqlar nə qədər salacaq, biabır olmayacaq ki, düşüncəsi ilə yalancı sevinclə qonaq qarşılayırlar. Gəlin atası ağır olur, oynamır, gəlin qardaşı güya fikirlidir. Çünki birinin qızı, birinin bacısı gecəni üzr istəyirəm, yad oğlanın qoynunda keçirəcək. Kəramət demişkən, paça təfəkkürü ilə ailə qurulur. Gələn qonağında vecinə heç bəylə gəlin adına da bilmir. 100 manat salmışamsa, marojna, kabab, plov, 2 butulka araq içməliyəm, 200 mahnı da oynamalıyam. Kiminki kimə bəlli deyil. Toy bitdi, indi də Yengəroğlu'nun ifaçısı qızın yaxalası ya bibisini dək götürür ki, bu gecə Yapon bayrağı dalğalanmasa, məni də bu qıza qatıb başımı keçəl edib eşkəyə təsmindirəcəklər. Qısacası ilk başda sevgi ilə tanış olan bu cütlükləri mentalitetimiz gətirib yalan, mənfəət, saxta əməllərə calayır. Ona görə də Azərbaycanda boşanmalar Avropadan qat-qat çoxdur. Rəyləriniz maraqlıdır.